Milli Məclisin bugün keçirilən iclasında dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat müzakirəyə çıxarılıb. Yanavaz.com APA istinadla xəbər verir ki, bəyanatı deputat Şahin İsmailov oxuyub. Milli Məclisin bəyanatı səs verməyə çıxarılaraq qəbul edilib. Bəyanatda deyilir, sitat, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsini şiddətlə qınayır və qəti etirazını bildirir. Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir. Avropa Parlamenti İnsan hüquqları kimi önəmli mövzudan öz təxribatçı niyyətləri üçün istifadəyə davam edir. Torpaqlarımızın işğal altında qalmasına, 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarına daim etinasız qalmış Avropa Parlamenti Azərbaycan əleyhinə ondan artıq rüsvayçı bəyanat qəbul edib. Avropa Parlamentində qətnamələr konkret maraq qrupları tərəfindən qəbul edilir. Bu, Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Qəbul edilən qətnamə Avropa Parlamentinin əsl mahiyyətini, real niyyətini ifşa edir. Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən faktlar ifşası olunub. Avropa Parlamenti islamofob və türkəfob meyllərin aşkar hiss olunduğu platformaya çevrilib. Avropa Parlamentinin bu qətnaməsi geniş miqyaslı planın tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyev müharibədə qalib gəldiyi kimi sülhü də qazanıb. İndi isə bəlli olur ki, 8 avqust tarixində keçirilən Vaşinqton samitində Azərbaycan və Ermənistan arasında əldə edilən irəliləyişlər bir sıra qrupların maraqlarına cavab vermir. Statın sonu.